vəziyyətə qoydum. Mən sənə bir dəfə güvəndim, sən məni pis vəziyyətə qoydun. Aysa. Mən sənə güvəndim. Ya тебе один раз доверял. Doveryal deməyəcəksiniz də. Görürsünüzmü? Orada deyirsiniz ki, один раз. Düzdürmü? Bir dəfə. Bu səbəbdən də var доверять, var доверить. Feilin öz gəlir. Yox, var doверять, daimi olaraq güvənmək. Doverili olacaq. Ay, sağ ol. İndi burada necə deyəcəksiniz? Bir dəfə güvəndim. Doveril də. Ya тебе один раз доверил. Ay, sağ ol. Ты меня подводишь. Yox. Sən məni pis vəziyyətdə qoydun. O da hansı zamandadır? Sen beni pis vəziyyətə qoydun. Ты меня подводил. Подвёл. Подвел. Конечно. Подводил keçmişdə daimi. Ты меня подвел. Deməli, hamısı bir yerdə necə olacaq, necə səslənəcək? Deməli, я тебе один раз доверил. Отлично. Ты меня подвел. Отлично. Ты меня подвел. Tak, sonra mən belə adamlara, belə insanlara güvənmirəm. Mən belə adamlara Mən belə adamlara güvənmirəm. Söhbət burada bir dəfədən gedir, yoxsa ümumiyyətlə mən güvənmirəm? Belə adamlara deyirsə də həmişəlik. Ay, sağ. İndi ona görə də güvənmək feilini düzgün seçin. Mən belə adamlara güvənmirəm. Güvənmirəm, keçmiş zamana gedir, indiki kim qalır? İndiki olmalıdır. Özünüz də deyirsiniz ki, daimilik var da burada. Mən belə ya такой человеком. Yox. İnsanlar nədir ümumiyyətlə? Rəbiyyata. Yox. Человек insandır, razıyam. Bəs insanlar nədir? Человек. Люди. Hə, люди. Mən belə insan ya Deməli, mən güvənmirəm. Ya ne доверяю. Ay, sağ. Belə adamlara. Такой люди. Таким. Людям. Людям. Конечно. Люди sözün özünü hallanıbdır. Таким людям. Deməli, nəticədə necə oldu? Я не доверяю таким людям. Людям. Отлично. Молодец.